xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 37-ci sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Nərmin ismarı götürmək üçün kod cədvəli düzəldir və hər bir ismarıcı öz kodunu qarşı qoyur. Kod kimi? Nərmin yalnız A, B, C, D, Y, X və Z hərflərindən ibarət 5 hərfli sözləri istifadə edir. Aha, deməli hansı hərfləri istifadə ediləcək? A, B, C, D, Y, bir də X, bir də Z. Aha, bu hərflərdən ibarət 5 hərfli sözləri istifadə edir. Aha, kod bu şərtləri ödəməlidir. X və Z hərfləri yalnız ilk iki mövqedə dayanmalıdır. Deməli, X və Z, yalnız ilk iki mövqedə dayanmalıdır. Okay. Bir də ki, A, B, C, D hərfləri üçün növbəti 3 mövqedə ola bilər. Burada 3 qalıb. Hər hərf kodda bir dəfə istifadə oluna bilər. Nərmin neçə müxtəlif kod istifadə edə bilər? Baxın, bizə deyir ki, 5 hərfli söz yaratmalıdır. Düzdür bu adam. Bax, yazıram. 5 hərfli söz deyirsə, deməli 5 dənə oyuğumu çəkməliyəm. Doğrumu? İndi burada nəyə əsasən yazacağım biz bunu? Bax, bir dəqiqə bunu seçək. Burada 2 dənə 5 hərfli söz yaradacaq. Nəyə əsasən deyim. Bayaq dedik ki, şərtdə X və Z hərfləri yalnız birinci və ikinci mövqedə dayanmalıdır. Biz ona əsasən bir dəfə X-in birinci mövqedə dayanan halının sayını tapmalıyıq. Bir dəfə X birinci mövqedə olmalıdır. Əlimizdə bir dənə variant. Z 2-də dayanmalıdır. Bir dəfə də Z-in birinci mövqedə dayanan hallarının sayını tapmalıyıq. Bu halda da X ikinci mövqedə dayanacaq. Düzdürmü? Bax, əlimizdə bu hallar üçün necə dənə variant var? Birinci mövqedə ancaq X ola bilər, ikinci mövqedə ancaq Z ola bilər. Əlimdə bir dənə variant var. Daha sonra deyir ki, yerdə qalan bu 5 hərf isə digər, bax, bundan sonraki bu 3 mövqelərdə dayana bilirlər. Və hər hərf kodda yalnız bir dəfə istifadə oluna bilər. Yəni, təkrarlanma olmamalıdır. Bax, birinci mövqe üçün hansılar yazaram? A, B, C, D, Y. Başqa varmı? Yox. Birinci mövqe üçün, yəni ilk, belə deyək, burada birinci mövqe üçün bu 5 hərfin 5-ini də yaza bilirəm. Vurulmuş, deyir təkrarlanma olmasın. Burada olanı burada istifadə eləmək olmaz. Deyək ki, buradan X, Z-i aydın məsələdir, götürməliyəm. Amma burada misal üçün A-nı götürürəmsə, A-nı artıq bura qoya bilmərəm. Təkrarlanma olmasın. Bu halda bura hansı variantlar qalacaq? B, C, D və Y. Əlimdə 4 variant qalacaq. Deyək ki, buradan da Y-ni götürsəm bir kod yaratmaq üçün. Burada hansılar qalacaq? A getdi, Y getdi. Qalacaq əlimizdə B, C, D. Yəni, əlimizdə 3 dənə variant qalacaq. Deyək ki, buradan da D-ni götürək. Baxın, həqiqətən də X birinci mövqeydədir, A, Y-dir və yerdə qalan hərflər də kodda yalnız bir dəfə istifadə olunur və gördüyünüz kimi 5 simvollu, 5 hərfli bir kod yaratmış oluruq. Burada neçə olacaq? 5 dəfə 4, 20, 3 dəfə də 20 eləyəcək 60. 60 variant burada yaradırıq. Burada isə Z-in birinci mövqedə dayanan halının sayını tapaq. Bax, birinci Z dayandı, sonra X dayandı. Yenə, bura üçün ilk neçə rəqəm yazacağım? A, B, C, D, Y. Hamısını yaza bilərəm. Əlimdə 5 dənə variant var. Bu 5 variantı mən birinci, misal üçün deyirəm, B-sini istifadə eləsəm, bu B-ni özündən sonraki variantlara qoya bilməyəcəm. Düzdürmü? Özündən sonraki variantlar üçün əlimdə neçə variantım qalacaq? A, C, D, Y. Əlimdə 4 variantım qalacaq. Buradan da mən C-ni götürsəm, buradan sonra neçə variant olacaq əlimizdə? Deməli, B getdi, C getdi. Baxın, B getdi. Buradan hardan yazmışam? B getdi, C getdi. A, D, Y qalacaq. A, D, Y. Əlimdə 3 dənə variant qalacaq. Bu variantların da cəmi sayı 60 eləyəcək. 60 buradan, 60 da buradan cəmi 120 dənə variant yarada bilirəm. Yəni 120 fərqli kod yarada bilərik. Cavabımız olacaq A variantı 120. Necə elədik? Birinci X-in birinci mövqedə dayanan hallarının sayını tapdıq. Daha sonra Y-in, Z-in birinci mövqedə dayanan hallarının sayını tapdıq. Və dedi ki, sözügedən bu simvollarda hər kodda yalnız bir dəfə istifadə oluna bilər. Baxın, buradan da misal üçün B, C-ni götürmüşdük. Sonundan mən hərf götürmədim. Buradan da D-ni götürsək, bax görürsünüz, həqiqətən yaratdığımız hər iki kod bizim bütün şərtlərimizi ödəyir. Deməli, doğru şəkildə nəticə əldə eləmiş olmuşuq. Cavabımız olacaq burada A variantı. Bu qədər. Sağ olun. Allah amanında.